Zaur. Ruslan ötürməsi Zaur Nuruzadəyə doğru. Qapçı ilə təkbədək. Bu nə idi? Aksu City'nin növbəti hücum cəhdi. İlk dəqiqələrdən Qədim Hacı Ətəmli Futbol Klubu Aksu komandasının qapısında gərginlik yaratmağı bacardı. İndi isə artıq üstünlük demək olar ki bərabərləşir. İndi isə Aksu komandası mərkəzə doğru ötürməsi Zaur Nuruzadəyə doğru ünvanlanmışdı. Amma müdafiəçilər geri qaytardı topu. Hücum devam edir. Bir daha sərt oyun. İki müdafiəçi topu ələ keçirdi və hücumun qarşısı alındı. İsmailliler müdafiədən çıxmağa başardılar. Hücum devam edir yenidən Aksu komandası. Elcun Abbaslı. Elcun Abbaslı Zaur Nuruzadədən oynadı. Zaur çevrilib arxası qapıya doğrudur. Qapıya doğru zərbə. Yaxşı alınmadı bu dəfə. Cavid. Salman mərkəzə doğru. Zaur Nuruzadədən keçdi top. Yan xəttdən top çölə çıxır. Yenidən Aksu komandasının hücumu devam edir. Daha çox topa sahib olmalar Aksu komandasındadır, amma Qədim Hacı Ətəmli Futbol Klubu da öz növbəsində topla rəftarında gözəl çıxışlar edir. İndi isə mərkəzdə topu kim ötürəcəyinə baxır. Elcun Abbaslı Ruslan Poladova doğru. Ruslan Poladov qəbul etdi. Nə edəcək? Yenidən mərkəzə doğru tək başı irəliyir. Özündən çox xeyli qabağa buraxdı topu, amma Rəvan ələ keçirdi. Rəvan mərkəzdə Zaura ötürmə. Yenidən müdafiəçilər sıx oynayır İsmailliler. Elcun Abbaslı qapıya doğru zərbə. Qapıcı qaytardı Cəsur. İsmailli komandasının qapıcı Cəsur topu yumruqları ilə qaytardı və müdafiəçilər də topu uzaqlaşdırdı. Aksu komandasının hücumu devam edir. Yenidən Elcun Abbaslı mərkəzdə ötürmə etdi. Daha doğrusu müdafiəçiyə doğru. Talih Babayeva doğru. Talih divar paslaşması gözəl idi. Rəvan mərkəzə atdıracaq. Kim var orada? Müdafiəçi öz yerində. Küzdən zərbəni Aksu komandası yerinə yetirdi. Müdafiəçilər topu uzaqlaşdırırlar. Elcun Abbaslı yenə deyib qaydan top istiqamətini sərt şəkildə dəyişdi. Mövsüm topu Ruslan Poladov ötürdü. Ruslan Poladovun ötürməsi Cavidə çatmadı. Yenidən Cavidə ünvanlanmış top, amma sürətli idi yetərincə. Ruslan Poladov öz cinahından irəlilədi, sağ cinahdan. İndi isə Cavid cinahı dəyişir. Rəvan özü irəliləməyə çalışır. Axır komanda yoldaşlarını ötürəcək. Atlıxanovla oynadı. O da Elcun Abbaslı ilə Elcun. İndən arxaya Talih Babayev. Heyətlərdəki futbolçuların adlarına baxdıqda tam çempionluq adına heyətdir, amma qrupda vəziyyət gərgindir. Topu itirə bilərdi az qala müdafiəçilər. Amma Ruslan Poladova doğru ötürmə səliqəli idi. Elcun yenidən qaytardı divar paslaşması. Qapıya doğru zərbə. Bizdən zərbəni Aksu komandası yerinə yetirdi. Müdafiəçilərdən də keçən top əks tərəfdən, əks istiqamətdən qapıya asma olacaqmı? Sərbəst zərbə, bəli. Aksu komandası sərbəst zərbəni yerinə yetirir. Sağ cinahdan qapıya doğru ötürmə olacaq. Rəqib komandanın mərkəzində, cərimə xəttində 5 Aksulu futbolçu var. Qapıya doğru ötürmə. Boşluq və gol. Salman Atlıxanov. 1-0 Aksu komandası öne keçdi. Standart vəziyyətdən Aksu komandası hesabı açır. Zaur Nuruzadəyə doğru ötürmə. Zaur Nuruzadəyə qapçıya təkbətək onu keçir. Cəsuru keçdi. Topu meydanda saxlaya bilmədi. Cavid İmanverdiyev ötürməsi. Yenidən cinahda müdafiəçilər yerində. Cavid ne edəcək? Topu saxlaya biləcəkmi?
Gözəl divar paslaşması. Sağın uzadı. Qapıçıya təkbir. Bir müdafiəsi keçdi. Qapıya doğru zərbə. Cəsur yerində. Cəsur gözəl oynadı. Aferin. Hər iki komandanın heyətindəki olan futbolçular gözəl oyun nümayiş etdi. Həm Cəsurun topu, üz istəyirəm, Zahin Uzadən topu qəbul etməsi, müdafiəçini aldadıb qapıya zərbə vurması, həm də Cəsurun seyvi. Maraqlı oyun gedir. Salman Atılxanov cinahdan irəliləyir sağdan. Qarşısında bir müdafiəçi var. Nə edəcək? Elcün ötürdü. Elcün biraz da arxaya. Yox, Ruslan Poladovla qarşısındakı Ruslan Poladovla divar paslaşması oynadı. Talih Babayevə qədər top gəldi. İndi isə hücumun cinahı dəyişir. Aksu komandası soldan irəliləməyə başlayır. Qapıya doğru zərbə planlaşdırılır və qol! Dirəkdən qayıdan top. Cavid təkrar zərbə. Az fərqlə top üstdən getdi. İki gözəl zərbə var idi Aksu komandasının timsalında. Elçin Abbasının ötürməsi, divar paslaşması. Salman yenidən top ələ keçirir. Oyundan gələn vəziyyət yoxdur. Mərkəzi ötürə biləcək kimi Salman. Qarşısında bir müdafiəçi var. Geriyə, Elçinə doğru. Elçin ötürməsi. Müdafiəçilər toxunuşu tərs oldu. Küncdən zərbə. Küncdən zərbəni Aksu komandası yerinə yetirəcək. Mərkəzə doğru ötürmə. Artıq bir müdafiəçi topu uzaqlaşdırdı. İsmailli komandasının 5 nömrəli kapitanı. Ama top yine Aksu komandasındadır. Ruslan Poladov topu ötürməzdə səhvə yol verdi və Qədim Hacı Ətəmli komandası əksüzündə yaxalaya bilərdi. Ruslan Poladov səhvini düzəltdi. Cavidlə oynadı. Cavid qarşısında bir futbolçu var idi. Ötürməsi Evcünə daha dəqiq alına bilərdi. Cavidin ötürməsi Zahin Uzadə yenidə qapıçıya təkbədək qapıya doğru zərbə. Az fərqli top çölə çıxdı. Amma Zara toxunuş var idi. Onun zərbə vurmasına tam müdafiəçilər mane olurdu. Tam olaraq istədiyi kimi zərbə vurmadı. Amma yenə təhlükəli vəziyyət idi. Hesab hələ ki 1-0 Aksu komandasının xeyrinədir. Oyun davam edir. Hücum davam edir. Elçinə doğru ötürmə. Elçin bir müdafiəsini keçsə də sürətli yetmədi. Qapıya doğru zərbə ola biləcəkmi? Topu saxladı Cavid. Ay. Tam zərbə istədiyi kimi alınmadı Caviddə. Qapçı yerində. Birinci hissə bitdi. Bəli, Aksu komandası 1-0 hesabı ilə öndədir hələ ki. Çox maraqlı oyun gedirdi. Mən izləyicilərimi stadionda həm Qədim Hacı Ətəmli, həm də Aksu komandasının timsalındakı olan oyunlara baxmağa dəvət edirəm. İsmailli futbolçuları gənc, sürətli, texnikalı futbolçulardır. Bir az da yatırım olsa, maliyyə dəstəyi olsa, bu komanda inanıram ki, yaxşı futbolçular yetirə bilərlər. Aksu komandası da öz növbəsində yenidən keçmiş günlərin özünə qaytarmaq adına çox gözəl maç oynadı və heyətindəki futbolçular və bir-birlərini başa düşmək, sərbəst şəkildə oynamaq adına çox gözəl maç oldu. Canlı stadiondan izləməyənlər çox şey itirmiş oldu. İkinci hissədə görüşənədək.